Mediada paylaşılmış videoya izah olaraq bildirmək istəyirik ki, Mikayıl Müşfiq küçəsinin İsmail Qutqaşınlı küçəsi ilə kəsişməsinə qədər olan hissəsində yolun həndəsi ölçüləri nəzərə alınaraq 3 hərəkət zolağı təşkil edilmişdir. Lakin kəsişmə nöqtəsini keçdikdən sonra yolun eni nəzərə çarpacaq qədər azalır və həmin ərazidə 3 zolaqlı hərəkətin davam etdirilməsi normativ texniki tələblərə uyğun deyil. Bu hissənin həndəsi xüsusiyyətləri yalnız 2 hərəkət zolağının təhlükəsiz təşkili üçün imkan verir. Yol hərəkətinin təşkilinin baza prinsiplərinə əsasən 3 zolaqlı hərəkət axınlarını 2 zolaqlı yola istiqamətləndirməklə yolun faktiki buraxıcılıq qabiliyyəti ilə zolaq sayı arasında uyğunsuzluq yaratmaq, hərəkətin sabitliyini və təhlükəsizliyini pozduğu üçün yol verilməzdir. Bu səbəbdən sözü gedən istiqamətdə 3 zolaqlı hərəkətin təşkili həm texniki, həm də təhlükəsizlik baxımından məqsədə uyğun deyildir.